Əgər istəyirsən Allah yolunda iş görəsən, yəni Allaha tərəf gedəsən, mütləqdir ki, ətrafını neynəyəsən gərək? Münbit saxlayasan, təmizləyəsən. Çünki münbit torpağa su tökülsə, Allahın rəhməti su misalındadırsa, orada gül çiçək bitər. Gül çiçək bitən yerdə ot alaq da olar. Ot alağı təmizləməsən, gül çiçək inkişaf eləməyəcək. Təvəlla təbərrə budur ki, Allahın dostu ilə dost ol, düşməni ilə düşmən ol. Bu da o deməkdir ki, burada da gərək insan məsələn diqqət eləsin bu işə ki, dostla dost, düşmənlə düşmən, İmam Hüseynlə dostam, Yezidlə düşmənəm. Yox, ondan getmir söhbət. Hələ bir saxla, bugününlə müqayisə elə. Bilmək olmur ki, mən o vaxt yaşasaydım, mən hansı cəbhədə olardım. Amma bugünümə baxsam bilərəm. Necə? Gör bugünkü dostların və yaxud sənin dostluğun Allaha xatirdir, yoxsa öz mənfəətinə xatirdir.